Allah Taalaya həmd olsun, Ramazan ayının ilk cüməsini bizlərə nəsib elədi. Allah Taala bu gözəl və mübarək ayı bütün İslam ümmətinə xeyirli və bərəkətli qərar versin inşallah. Keçən mövzularımız bizim Allah Taalanın gözəl adları barəsində idi. Əsmaul Husna. Allah Taala Quran-ı Kərimdə bu cür buyurur, Əsmaul Hüsna deyir. Dua edən zaman Allah Taalanı gözəl adları ilə çağırın. Və o cümlədən biz Allah Taalanın Əl-Fatir ismi barəsində danışırdıq. Əl-Fatir ismi barəsində dedik ki, Fatir yəni yaradan, yoxdan var edən, birinci dəfə xəlq edən Allah Taalanın adlarındandır və daha sonra keçən cümə günündə bizim Ramazan ayı ilə bağlı oldu mövzumuz. Amma ondan əvvəlki cümə biz fitrət barəsində danışdıq ki, bütün insanlar pak, saf, sağlam fitrət üzərində dünyaya gəlirlər. Allah Taala hər bir insanı sağlam fitrət üzərində dünyaya xəlq edir. Bəs fitrət barəsində danışdığımız zaman bir mövzu da var ki, ona da müraciət etməyimiz lazımdır. Əslində üstündən keçə bilərdik. Üstündən keçməməyimizin səbəbi budur ki, bugünkü cəmiyyətimizdə elə bu çatışmır. Elə bunun barəsində danışmaq lazımdır ki, bu məhv olub aradan getməsin. O da vicdan barəsindədir. Bugünkü mövzumuz bizim elə o barədə olacaq. Vicdan barəsində danışacağıq. Vicdan sözü Quran-ı Kərimdə yoxdur. Hətta deyirlər ki, o qədər də qədim söz deyil. Yəni, bu Quran-ı Kərimdən sonra bu söz meydana gəlib. Amma vicdanla bağlı Quran-ı Kərimdə neçə ayələr var. Onlardan bəzilərini inşallah bu günləri biz danışacağıq. İlk öncə bu sözü necə düzəldiblər? Vəcədə kəlməsindən düzəldib bu söz. Vicdan sözünün mənası, yəni var olan, tapılan, mövcud olan deməkdir. Allah Taala yaratdığı insanları vicdan üzərində yaradıb. İnsanı digər varlıqlardan, digər canlılardan fərqləndirən xüsusiyyətlərdən biri budur ki, vicdan. Bizim cəmiyyətdə gördüyümüz insanlar iki hissədir. Ya vicdanlı insanlardır, ya vicdansız insanlardır. Əslən, zatən vicdansız yoxdur. Bütün insanların vicdanı var. Məsələn, ağılsız insan yoxdur. Əgər bir nəfərə deyirik ki, filan kəs ağılsızdır, mənası budur ki, ağılsızdır. Yəni, ağlını işə salmır. Bir nəfər iradəsiz insandır, mənası budur ki, yəni öz istəklərini nizamlamır. Yəni, vicdansız insan yoxdur. Bəs necə olub ki, bu insanlar bu hala gəlib çatıb, o barədə danışacağıq. Bəzən insanlar deyir ki, insanın daxilində bir ses var, bir vicdanın sesidir. İnsanın daxilində olan bir ses var. Kimlərsə o sesi boğur, kimlərsə o sesi dinləyir. Kimlərsə o sesi boğur və o sesin çıxmasına imkan vermir, o vicdan sesinin çıxmasına imkan vermir. Kimlərsə o sesi dinləyir. İmam Sadiqdən soruşdular. 6-cı imamımız İmam Cəfər Sadiq əleyhissalam buyurdu ki, sizlərdən kimsə öz zahirini bəziyib, gizlində pis işlərlə məşğul olarsa nə edə bilər? Zahirini bəziyib. Zahiri, biz çox vaxt allanırıq zahirə, xarici görünüşə. Deyir, zahirini bəziyib, amma gizlində pis işlərlə məşğuldur, nə edə bilər?
Məgər o insan ki, pis işlərlə məşğuldur gizlində, müraciət edəndə öz-özünə, məsələnin belə olmadığını bilmir. Qiyamət surəsinin 14-cü ayəsinə imam buyurur ki, Bəlil insanu alə nəfsihi bəsirə, insan özünü yaxşı tanımır, insanın özündən xəbəri yoxdur, insan öz vəziyyətini bilmir. Əgər insanın, imam buyurur ki, əgər insanın daxili dünyası düzələrsə, xarici dünyası da düzələr. Xaricidə, zahirdə düzələr. Hətta bəzən imam bir meyar qərar verir. İnsanın vicdanını özü üçün bir meyar qərar verir. İmamdan soruşurlar ki, Ramazan ayında hansı xəstələr oruç tutmasın? Ki, Quran-ı Kərimdə Allah Taala iki dəstə barəsində buyurur. Bir səfərdə olanlar barəsində, bir də xəstə olanlar barəsində ki, oruç tutmasınlar. İmamdan soruşurlar ki, hansı xəstə oruç tutmasın? Mə həddul mərədilləzi yəftiru sahibə. Hansı kəsdir ki, orucunu yiyə bilər? Ramazan ayında oruc tuta bilməz. Hansı xəstədir o? İmam buyurdu ki, Bəlil insanu alə nəfsihi bəsirə. İmam buyurdu ki, hər kəs özünü yaxşı bilir. Huvə aləmu bimə yətik. O bilir ki, onun gücü çatacaq, çatmayacaq. Bəzən şeytan vəsvəsə eləyir, insan özünü qorxudur ki, mən görürsən, oruç tuta bilərəm, ya yox, o başqa mövzudur. Amma xəstəliyi ilə əlaqədar insan bilir ki, onun gücü çatacaq bu oruç tutmağa, ya yox. İnsan özünü tanıyır, özünə bələddir. Bu vicdan xüsusiyyəti nə üçün deyirik önəmli məsələdir? Nə üçün deyirik bütün insanlarda var? Nə kimi xüsusiyyəti var bu həmin vicdanın? Ki, biz bunu fitrətlə bağladıq, dedik ki, insanın fitrəti ilə əlaqədardır. Bir vicdan xüsusiyyəti bu cürdür ki, insanın içərisində, daxilində bir məhkəmə qurulur, hakimi həmin o vicdandır. Quran-ı Kərimin İsra surəsinin 14-cü ayəsində Allah Taala buyurur ki, o bir dəstə insanların kitabı əllərinə veriləcək. Nida olunacaq onlara, deyiləcək ki, İqrə kitabəkə, oxuyun kitabınızı. Əməl dəftərinizi oxuyun. Əməlləriniz orada qeyd olunub, oxuyun əməllərinizi. İqrə kitabəkə. Kəfa binəfsikəl yom əleykə həsibə. Bugün sənin özündən hesab çəkməyin sənə bəs edər. Yəni, insanı öz vicdanına bıraxır Allah Taala. Bugün sənin özündən hesab çəkməyin sənə bəs edər. Nə qədər əhəmiyyətlidir bu vicdan mövzusu? Nə qədər əhəmiyyətlidir? Nə qədər şərəflidir bu vicdan mövzusu ki, hələ bu vicdansızlar bunu bugünə qoyublar. Nə qədər əhəmiyyətlidir? Allah Taala and içir. Bilirik ki, Allah Taalanın and içdiyi varlıqlar şərəfli varlıqlardır, əzəmətli varlıqlardır. Allah Taala and içir. Və lə uqsimu bin nəfsil ləvvamə. And olsun özünü danlayan nəfsə. İnsan günah edir, günah edəndən sonra vicdanı onu qınayır ki, sən bunu nə üçün elədin? Əsəbləşir, hisslənir, qəzəblənir, özündən çıxır adam, sonra sakitləşəndə vicdanı onu mühakimə edir, sən nə üçün belə elədin? Sən nə üçün filan kəsi acıladın, sən nə üçün filan kəsin qəlbini qırdın? Bax, o həmin vicdanın sesidir. Başqa nə xüsusiyyətləri var bu həmin vicdanın? Əslində, məadın dəlillərindən bilirlər. Məadın dəlillərindən biridir ki, insanın daxilində olan vicdanın olması. İnsanın canında vicdanın olması, yəni içəridə bir daxili məhkəmənin olması prosesi göstərir bizə.
daxili məhkəmənin olmasını göstərir bizə. Məsələn, biz yaxşı iş görəndə sevinirik. Biz yaxşı iş görəndə sevinirik. Bir dənə o yoldaşa xəbər verin ki, cümə xütbəsi zamanında söhbət eləmək olmaz. Bəli. Xəbər verin ona, yəni o mümkündür, birinci dəfə gəlir, bilmir. Ona görə bunları demək lazımdır ki, cümə xütbəsi zamanı telefonla danışmaq olmaz və digər işlər olmaz, həm də söhbətdə eləmək olmaz. Xütbəyə qulaq asmaq lazımdır, çünki bu bizim 2 xütbəmiz namazın 2 rükətini əvəz edir. Və o cümlədən vicdan barəsində danışdığımız zaman, biz yaxşı iş görən zaman sevinirik. Bu deyir, insanın vicdanının ona olan mükafatıdır. İnsana sevinç bəxş etməsi, insanın vicdanının ona olan mükafatıdır. Yaxud pis iş görəndə insan kədərlənir, qəmlənir. Deyir, bu vicdanın ona olan cəzasıdır. Bu vicdanın ona olan cəzasıdır. İnsanın vicdanı o qədər böyük şərafətlidir, dedik ki, Allah Taala o həmin vicdana and içir. Və daha sonra onu necə etmək olar ki, o sağlam qalsın? Onu necə etmək olar ki, o insana daim yaxşılıqları göstərsin, pisliklərdən çəkindirsin? Necə etmək olar? Allah Taala Ənfal surəsinin 29-cu ayəsində buyurur. Buyurur ki, Bismillahirrahmanirrahim. Ya eyyuhəl-ləzīnə əmənu, ey iman gətirənlər, İntəttəqullah, əgər günahdan çəkinsiniz, əgər təqvalı olsunuz, hansı ki, bugün Ramazan ayında bizim tutduğumuz orucun əsas hədəflərindən biri budur. Əsas hədəflərindən biri budur ki, bizim təqvalı olmağımız, bizim günahdan çəkinməyimiz. Yəni, burada təkcə yeməkdən, içməkdən, çəkinməkdən getmir söhbət. Allah Taala insanlara günahdan çəkinməyi öyrədir. Bəzən biz zahirə başımız qarışır, batindən xəbərimiz yoxdur. Orucun əsas hədəfi budur. İnsanlar təqvalı olsunlar, günahdan çəkinsinlər. Və günahdan çəkindikləri zaman bu həmin vicdan insanın içərisində yaşayır. İntəttəqullah, yec'əlləkum furqanə. Allah Taala buyurur ki, Allah sizə bir furqan bəxş edər. Əgər təqvalı olsunuz, haqqı batildən ayıran. Furqan, yəni doğru ilə bizi səhvi göstərən. Furqanın mənası budur. Bu günləri çox vacibdir. Çox vacibdir ki, insanlar öz vicdanlarını qorusunlar. Çox vacibdir. Peyğəmbərimizin yanına bir nəfər gəldi, dedi, Peyğəmbər, mən bir iş görmək istəyirəm. Eləyim ya etməyim. Peyğəmbər buyurdu ki, ya vabisə, adamın adı Vabisədir. Ya vabisə, istəfti qəlbək. Bəzən deyirlər, qoy əlvi sinəvin üstünə, gör qəlbin nə deyir sənə. Deyir, istəfti qəlbək, qəlbindən soruş günah. İstəfti nəfsək, özündən soruş günah bunu. Soruş gör ki, bunu etmək olar ya olmaz. Peyğəmbərimiz buyurur ki, Əlbir mə itma'annə iləyhil qəlb. Yaxşılıq odur ki, qəlb də onu təsdiq edir. Qəlb də ona deyir ki, bəli, bu gözəl işdir. Qəlb də bunu bu cür deyir. Və itma'annət iləyhin nəfs. İnsanın nəfsi də əminliklə deyir ki, bəli, bu işi görgünən. İsm vəl-ith. Günah nə cürdür? Mə həkən nəfs və tərəddədə fis-sədr. Günah budur ki, nəfs insana deyir ki, bəli, bunu etməklə bu günahdır. Və şübhə ilə yanaşırsan, əminlik yoxdur bu mövzuda. Baxmayaraq ki, bunu cəmaat fətva verir, bunun cəmaat barəsində müxtəlif sözlər deyir. Buyurur ki, Peyğəmbərimiz ki, özünə müraciət et yine. Bugün hər bir peşənin sahibləri vicdanla öz işlərini görməlidirlər. Əgər hər peşənin sahibi vicdanla işini görsə, o cəmiyyətdən kamil bir cəmiyyət tapa bilməzsiniz.
Hər bir peşə sahibi, axundundan tutmuş, həkimindən tutmuş, müəllimindən tutmuş, hər peşənin sahibi öz işini, vəzifəsini vicdanla görərsə, bəli, o cəmiyyət ən ali bir cəmiyyətdir, ən gözəl bir cəmiyyətdir. Din də elə bizə bunu öyrədir. Din bizə öyrədir ki, işlərimizdə dürüst olaq, vicdanlı olaq, düzgün olaq. Dinin bizə öyrətdiyi budur. Peyğəmbərin bizə öyrətdiyi budur. Ramazan ayının orucunun öyrətdiyi bizə budur. Cümə namazının öyrətdiyi bizə budur ki, öz işlərimizdə düzgün olaq, dürüst olaq və Allah Taala cümləmizə inşallah nəsib eləsin. Allah Taala bizi vicdanlı bəndələrindən qərar versin inşallah.